Yunanistanla bağlı deyil. Ərazisi ikiyə bölünürdü. Birində Patisa. Ay, sağ olun, bəli, doğrudur. Başqa nə qeyd edəcək? Çox tanrılı olmaları, hər ikisində baş tanrı olması. Amma Romada baş tanrı Jupiterdir, amma Yunanistan'da Zeus. Ay, sağ ol, bəli, doğrudur. Sonra Yunanistan və Roma mədəniyyətinə diqqət etsəniz, burada memarlıq sahəsində inkişaf etmişdir. Bunu xüsusilə qeyd edirik. Bir də Azərbaycanla əlaqəli olmaları. Baxın, biz Albaniyanı keçəndə görürsünüz nə deyirik? Deyirik ki, Şəkinin Dəhnə kəndində kimdən bağlı? Yunanla bağlı məlumat əldə edirik. Qobustanda kimdən bağlı? Roma ilə bağlı. Ay, sağ ol, hər ikisinin Albaniya ilə əlaqədar olmasına. Bəs yaxşı, bizə sual verirsə ki, Afina və Spartanın oxşar cəhəti nə götürəcəyik? Afina və Spartanın. Hər ikisi şəhərlərdir. Hər ikisi şəhər dövləti. Sonra başqa... İranlarla müharibə aparmaları. Ay, sağ olun, bəli. Deyirik ki, marafon döyüşündə kim idi? Afina. Bəs digər Fermopolis kim idi? Sparta idi, bəli, doğrudur. Başqa hansı oxşarlıq qeyd edə bilərik? Sonra Xeyroney döyüşündə Yunan şəhərdə... Mən idarə üsulları, idarə üsulunda Sparta amma şey idi, çıxmışdır. İdarə üsulunda oxşarlıq var idi. Nə oliqarxi sistemi, yəni azı. Amma biz əvvəllər